Hörmətli kollegalar, hamınızı bu konferansda salamlayıram, hamınıza uğurlar arzulayıram. İcazənizlə öz məruzəmə başlayım. Məruzəmin mövzunun adı Level 1, Level 2 onkoplastik surgery of breast cancer, süd vəzi xərçənginin onkoplastik cərrahiyyəsinə aiddir. Bildiyimiz kimi süd vəzisinin xərçəngi müalicəsində onkoplastik cərrahiyyə bütün dünyada diqqəti cəlb edir və getdikcə geniş şəkildə istifadə edilir. Onkoplastik cərrahiyyə süd vəzisinin xərçəngindən maksimal estetik nəticəni təmin etməlidir. Son zamanlar yayılmış tendensiya invisible surgery konsepsiyası süd vəzisinin nəzərə çarpan çapıqları olmadan süd vəzisinin orijinal görüntüsünü qoruyub saxlamaq və ya bərpa etməklə imkan verən müəyyən onkoplastika üsullarının birləşməsi və kombinasiyasıdır. Bu tipli əməliyyatlar tam onkoloji təhlükəsizliyi ilə və yüksək xəstə məmnunluğu ilə özünü birləşdirməlidir. Nəticədə süd vəzi xərçəngi ilə olan qadınlar üçün müalicə nəticələrinin və estetik görünüşün yaxşılaşması səbəbi olmalıdır. Yəni, burada biz nəinki onkoloq cərrah kimi çıxış etməliyik və onkoloji ehtiyatlığı, onkoloji təhlükəsizliyi təmin etməliyik xəstəyə. Hətta müasir zamanın tələbatı ondan ibarətdir ki, mütləq şəkildə estetik görünüşünü qoruyub saxlamalıyıq. Bəzi hallarda bərpa edib mükəmməlləşdirməliyik. Yəni, xəstənin sosial adaptasiyasını daha da yüksək etməliyik. Ən azından zərbə gətirməməliyik bu problemə. Bu da nədən irəli gəlir? Təbii olaraq ki, hamımız bildiyimiz kimi xəstəliyin sayının artması və ən təhlükəli olan məqam xəstəliyin cavanlaşmasından irəli gəlir və xəstə kontingentin demək olar ki, pik nöqtəsi əvvəlki dövrlərdə 70-80 yaşda biz rastlaşırdıqsa, hal-hazırda yəni əvvəl görünməyən bir hadisələrlə rastlaşırıq ki, 20, 25, 30, 35 yaşlı qadınlarda bu patologiyaya üzə çıxır və demək olar ki, qadın sosial həyatından, qadın öz vərdiş etdiyi normal həyat üslubundan, həyat stilindən uzaqlaşmaya məruz qalır. Ona görə də biz onkoloqlar bunu anlamalıyıq və sırf bu tendensiyadan onkoplastik cərrahiyyənin imkanları getdikcə artır və plastik cərrahların istifadə etdiyi üsullar çox geniş şəkildə bizim praktikada istifadə olunur. Onkoplastik cərrahiyyə təkcə xərçəng əməliyyatından sonra süd vəzisinin deformasiyasından qaçmaq deyil, həm də xəstədə mümkün olan ən yaxşı estetik nəticəni, yəni xəstə məmnunluğunu təmin etməkdir və bu cərrahiyyənin bir neçə səviyyəsi var. İlk növbədə level 1 texnikası var. Süd vəzisinin fizioloji konturlarını qoruyub saxlamaqdır. Level 1 texnikası ən sadə istifadə olunan əməliyyatlar, ən az vaxt sərfiyyatı belə deyək və insan əmək sərfiyyatı tələb edən bir texnikadır. From Inside texnikası bu texnikada eyni kəsiklə, yəni açıqlamasını versək, eyni kəsiklə xəstəni həm onkoloji patologiyadan azad edirik, həm də eyni anda estetikanı bərpa edirik. Yəni, bu da bildiyimiz bizim ən geniş istifadə etdiyimiz lampektomiyadır və dərhal həmən kəsikdən toxuma yer dəyişməsini etdikdə, yəni yenə də az invaziv bir prosedur kimi üzə çıxır. Level 2 texnika müxtəlif fleplərin istifadəsi ilə aparılan əməliyyatlardır və nəhayət nipple sparing mastektomiyadan da danışa bilmərik. Baxmayaraq ki, bu level 1, level 2 texnikasına aid deyil. Amma müqayisəli bir baxımından, yəni bu əməliyyatlar çox geniş istifadə olunur, son zamanlar tendensiya getdikcə artır və onun həm xəstə məmnunluğu, həm estetik görüntüsü, həm onkoloji ehtiyatlığı çox yüksək olur. Əməliyyat önü planlaşdırma və cərrahi sərhədlərin vəziyyətindən asılı olaraq prosesin çərçivələr daxilində qəbul olunmuş kriteriyalara əsaslanaraq bir texnikadan başqasına keçmək olar və bu yanaşma ssenari strategiyası adlanır. Yəni, bunu da etdikdə biz əməliyyat zamanı planlamamızı elə etməliyik əməliyyat önü devirdək ki, yəni həm
A planımız olsun, həm B planımız olsun, hər lazım olsa C planımız olsun. Bunun da qərarını əməliyyat zamanı verə bilərik və vermək qabiliyyətində olmalıyıq. Uğurlu orqan qorucu əməliyyat nə deməkdir? İlk növbədə təhlükəsiz onkoloji müalicə, əməliyyatdan sonraki qənaətbəxş funksional aktivlik və pasientlərin arzularını və gözləntilərini doğruldan estetik görüntü. Əsas problemlər. Yəni, bu əməliyyatları icra etdikdə biz cərrahlar mütləq bəzi məqamlara dəqiq fikir verməliyik. Bu da şişin ölçüsünün süd vəzi ölçüsülərinin nisbəti, şişin əlverişsiz lokalizasiyasına diqqət yetirməliyik, yayılma dərəcəsi və T mərhələsinə, yəni multiple ipsilateral breast cancer, qeyri-adi histoloji variantlar, deyək ki, DCIS-dir, lobulyar karsinomadır, mikropapillar karsinomadır və intraoperativ və postoperativ kənar qiymətləndirilməsi bu çox önəmli, çox vacib bu əməliyyatların bir məqamıdır. Mövcud yanaşmaları davam etsək, lumpektomiyadan başlayırıq. Növbəti etap onkoplastik, yəni breast cancer surgery level 1 əməliyyatlar 20%-dan aşağı olan rezeksiyadır. İkinci level 20-50%-dan yüksək rezeksiyadır və nəhayət sonuncu mərhələmiz mastektomiyadır. Yəni, bu çərçivədə biz seçimimizi apara bilərik. Texnika seçimi çox multiparametrikdir və davamlı bir proses kimi təmsil olunur, təşkil olunur. Üç əsas məqamlara fikir verməliyik. İlk növbədə şişin xarakteristikaları, bu şişin biologiyasıdır, multifokallıq və multisentriklik, ölçü, lokalizasiya və öncədən aparılmış kimya dərman müalicəsi, yəni neoadjuvant polikimyoterapiya təbii olaraq bizim işimizdə öz əksini tapır və öz korreksiyalarını apara bilər. İkinci faktorumuz pasientin xarakteristikalarıdır. Bu, aksillər limfa günlərin vəziyyətidir, yanaşı gedən xəstəlikləridir, toxuma sıxlığıdır və süd vəzinin ölçüsü və formasıdır və nəhayət pasientin tərcihləridir. Bu, gözləntilərdir, mövcud əməliyyat texnikasıdır və simmetriyadır. Yəni, hər bir pasient müəyyən gözlənti bağlayır əməliyyatdan sonraki dövrdə. İlk növbədə yəni estetik görünüşü ən azından öncəki estetik görünüşünü qoruyub saxlamaq və yaxud da ki, daha da mükəmməl etməkdir və simmetrizasiyada xəstələr çox diqqət yetirir və hər bir xəstənin istəyi odur ki, ən minimal invaziv prosedurlarla, ən qısa zaman aparan prosedurlarla xəstə ən mükəmməl nəticəni mənimsəsin. Vəziyyəti necə qiymətləndirmək olar? İlk növbədə pasient faktorlarıdır. Pasient faktorları bu Charlson Comorbidity Index'tir. Buna diqqət yetirmək istəyirəm. Bu indeks ilk dəfə Mary Charlson tərəfindən və onun əməkdaşları tərəfindən 87-ci ildə gündəmə çıxarılmışdır. Bu indeks 0-dan 17-yə qədərdir və müxtəlif yanaşı gedən xəstəlikləri nəzərə almaqla bu xəstəliklərin gələcək apardığımız müalicəyə və onkoloji xəstəliyin proqnozuna necə təsir göstərdiyini və pasiyenti bu əməliyyatlara hazırlayarkən bu indeksə, Charlson indeksinə mütləq diqqət yetirməliyik. Qeyri-spesifik risk faktorlarımız var. Bu da bədən çəki indeksidir, şəkərli diabetdir, immunodefisit autoimmun xəstəliklərdir. Və spesifik faktorlar var, bunu hamımız bilirik. Bu ilk növbədə nikotindir, yəni siqaret çəkmədir, diabetdir və toxuma sıxlıq. Şişdən danışırıqsa, burada footprinti nəzərdə tutmalıyıq, kənarları, multiple şişləri, optimal rezeksiya həcminin müəyyənləşdirilməsi, şişin biologiyasını nəzərə almalıyıq, lokalizasiyasını bildiyimiz kimi hamımız bilirik ki, xoşa gəlməz lokalizasiyalarımız var və ilk növbədə yuxarı daxili kvadrantlarda hansındakı estetik nəticəni əldə etmək çox çətin olur. Yəni, daha da aktiv, daha da üstün bir addımlar atmalıyıq ki, bu lokalizasiyada xəstə məmnunluğunu təmin edək. Nipper areola kompleksinə yaxınlıqdır, dərinin keyfiyyətidir və döş qəfəsinin konstitusiyasıdır və süd vəzinin xüsusiyyətləridir. Burada yəni indiki bu son konferanslarda yəni böyük ölçülü süd vəzləri, orta ölçülü süd vəzləri və s. belə bir anlayışdan kənarlaşırlar və ilk növbədə volumetriyaya üstünlük verirlər.
volumetriyanı da aparmaq üçün mamografiya arxalanırıq və lonqa formulasını arxalanırıq. Bu lonqa formulasında şişin süd vəzinin əsasından pik nöqtəsinə kimi, şişin lokalizasiya olduğu medialdan pik nöqtəsinə kimi və lateraldan. Bütün bu faktorlar nəzərə alaraq bu formulaya daxil olunur və lonqa formulası ilə volumetriyanı asanlıqla, yəni əlavə bir cihaz istifadə etmədən əldə edə bilərik. Dəri fləplərinin qalınlığını nəzərə almaq lazımdır. Buna da mamografiya ultrasəs müayinəsi, vaskulizasiya xüsusiyyətlərini nəzərə almaq lazımdır və ptozis dərəcəsini nəzərə almaq lazımdır. Bir qədər tez danışım. Burada bu sxemanı nəzərinizə çatdırmaq istəyirdim. İlk növbədə nipolareola kompleksindən inframammary foldun məsafə 3 sm-dən artıqdırsa, o zaman 3-cü dərəcəli ptozisi nəzərə tuturuq və ən geniş istifadə etdiyimiz Weiss pattern mamoplastikasıdır və başqa üsullardır. Deyək ki, Batwings və s. Əgər ikinci dərəcəli ptozisdəndir, yəni həmən bu məsafənin 1-3 sm çərçivəsində olduğudur, o zaman vertikal skar mamoplastik və massopiksiya, X massopiksiyası. X massopiksiyası yadınıza salın ki, tibbi göstərişlərlə aparılan onkoplastik əməliyyatdır. Və nəhayət birinci dərəcəli ptozis və non-putativ süd vəzisi. Bu ən, belə deyək, çətin və əksər hallarda rekonstruksiya tələb edən bir süd vəzləridir. Burada da flaplardan istifadə olunur. Əgər şiş lateral yerləşirsə, lateral flap, likap, sentral L-tap, T-tap, L-temin flap və medialda mikap, I-kap, L-tap, T-tap və aşağı ətrafdan götürülmüş flapləri istifadə etmək olar. Hamımız tanıdığımız round block texnikası level 1-ə aiddir. Nəyə görə? Çünki bu texnika kiçik bir, belə deyək, əməliyyat nəticəsində yaxşı bir estetik nəticə əldə etmək imkanını yaradır. Yəni, burada cərrah tərəfdən də sərf olunan həm texniki bir skillslar, həm zaman baxımından az vaxt aparır və beləliklə estetikası da kifayət qədər görüntülü olur. Lakin bu texnikanı aparmaq üçün də dediyimiz bu parametrlər uyğun gəlməlidir. Yəni, süd vəzisi, süd vəzindən törəmənin nisbəti və törəmənin gilədən uzaq məsafədə və yaxud yaxın məsafədə yerləşməsi. Batwings texnikası da, yəni bilirik ki, çox üstünlüyü var bu texnikanın. Yəni, böyük ölçülü multifokal şişlərdə çox geniş istifadə olunur və bu texnikada level 1 qrupuna aiddir. Çünki yenə də cərrah tərəfindən belə bir çətin funksional bir manipulyasiyalar aparılmır. Lakin təəssüf olsun ki, yəqin ki, siz də rastlaşırsınız bu problemlə. Bizim xəstələrdə bu simmetrizasiya problemi əsasən də yaşlı pasientlərdə çox çətin həyata keçirir. Çünki insanlar böyük əməliyyat, vaxt aparan əməliyyatdan kənarlaşırlar və ona görə də məcburuq belə asimetrik bir vəziyyətlə rastlaşaq. Bu da yeni Batwings. Level 2 texnikasına reduksion mamoplastikada aiddir. Reduksion mamoplastikadan çox danışırlar. Yəni, geniş istifadə olunan plastik əməliyyatlardır. Hansılar ki, onkologiyada çox geniş öz əksini tapıb, geniş istifadə olunur. Yəni, bu əməliyyatlar çoxdan mövcuddur. İlk dəfə bunlar filoloji istifadə olunubdur və reduksion mamoplastikadan, belə deyək, həm estetik görünüş çox qənaət bəxş olur, həm xəstə məmnunluğu, yəni xəstə şişdən başqa makromasiyadan da azad olunur, müxtəlif fizioloji narahatçılıqları da aradan qaldırılır və s. və ortalama 80-85% qənaət bəxşilik, xəstə qənaət bəxşiliyi əldə etmək olar. Reduksion mamoplastikanın böyük üstünlüyü nədən ibarətdir ki, həm distal hissədə yerləşən şişlər, yəni aşağı daxili, aşağı bayır kvadrantda yerləşən şişlər, həm yuxarı bayır, yuxarı daxili kvadrantda yerləşən şişlərdə, yəni böyük ölçülü süd vəzlərdə
bu əməliyyatı icra etmək olur. Bu xəstə deyək ki, neoadjuvant polikimyoterapiyadan sonraki bir vəziyyətdə əməliyyat olunubdur. Burada düzdür, biz nipple grafting texnikasından istifadə etmişik. Amma buna baxmayaraq, yəni xəstə məmnun qalıb, süd vəzləri kiçilibdir və ən əsası onkoloji ehtiyatlıq prinsiplərini qoruyub saxlama imkanımız yaratıbdır. Burada isə əksinə törəmə yuxarı kvadrantların kəsişməsində yerləşir. Yenə də putativ kifayət qədər böyük ölçülü süd vəzləridir. Yenə də xəstə neoadjuvant kimyoterapiyadan sonra müraciət edib və yəni pediculum inferior texnikası ilə bu xəstəni əməliyyat etmək imkanı yaradıb. Mastektomiya gəldikdə gilyarial kompleksin saxlanması ilə aparılan mastektomiya çox geniş istifadə olunur və bu əməliyyatlar zamanı hissəvi rezeksiyadan fərqli olaraq total mastektomiyanı əhatə edə bilən nipple areola kompleksin saxlandığı üçün onkoplastik əməliyyatlar qrupuna daxildir. Və ən böyük burada mübahisə zonası təbii olaraq nipple areola kompleksin prosesə cəlb olunmasıdır. Bu da müxtəlif müəlliflərin 10%-dən 50%-ə qədər nisbətində yəni miqrasiya edir. Amma onkoplastikanın belə deyək, rekonstruksiv əməliyyatların innovativ bir və çox istifadə olunan üsullar, son zamanlar çox istifadə olunan üsullarıdır. Amma prediktiv faktorlar da var. 3-cü, 4-cü mərhələli işlər, 5 sm-dən artıq olan işlər, pozitiv limfodinlərin sayı, mərkəzi lokalizasiya və diferensiasiya olmayan işlərdə bu əməliyyatların istifadəsi təbii olaraq məhduddur. Bu xəstədə deyək ki, DCIS ilə müraciət etmişdir, cavan yaşlı pasiyentdir və qərara gəldik ki, xəstənin onkoloji ehtiyatlığı üçün dəraltı mastektomiya edib və implantla rekonstruksiyanı icra edək. Bu xəstədə isə xəstə bir qədər maraqlı xəstədir. Bu da sağ tərəfli DCIS şişidir, sol süd vəzində isə çox sayılı filoid şişlərdir. Burada da xəstənin öz belə deyək, təsir altında, yəni xəstəyə dəraltı mastektomiya Ribeiro üsulu ilə plastika, yəni aşağı dermatoglandulyar loskutla dəraltı mastektomiya və aşağı dermatoglandulyar loskutla implantla rekonstruksiyanı icra etdik. Bu xəstədə də bu BRCA mutasiyası daşıyıcısı xəstədir. Sağ süd vəzinin patologiyasıdır. Xəstəyə iki tərəfli dəraltı mastektomiya, yəni də Ribeiro üsulu ilə rekonstruksiya icra etdik implantla. Bu multifokal multisentrik işlərdə də geniş istifadə olunur və nəhayət level 2 texnikası, burada chest wall perforator flaplardan istifadə olunur. Bu lokal flaplar adətən lumpektomiyadan sonra yaranmış həcmli defektlərin bərpa edilməsi üçün istifadə olunan üsuldur. Ən innovativ üsullardan biridir. Demək olar ki, hər bir konferansda bu flaplar çox geniş müzakirə olunur. Onların yəni fəsadları, əks göstərişləri və s. Bu prosedurlar süd vəzinin həcminin kifayət qədər olmaması və yaxud rezeksiya dərəcəsinin böyük olması nəticəsində lokal toxumanın dislokasiyasının mümkün olmadığı halda istifadə olunubdur. Ən geniş istifadə olunan TDAP, LICAP, ICAP və MICAP-dır və xəstə məmnunluğu da kifayət qədər yüksək dərəcədədir. Çox dayanmayın burada, yəni əsas istifadə olunan torkodorsal artery perforator flapdır, lateral intercostal artery perforator flaplərdir. Burada da skematik görüntüsüdür. Və ICAP, MICAP-dır. Bu lokalizasiyadan asılı olaraq LICAP lateral və üst kvadrantlarda yerləşən işlərdə istifadə olunur. ICAP aşağı kvadrantların kəsişməsində istifadə olunur və yaxud mərkəzi kvadrantda yerləşən və MICAP isə daxili kvadrantda aparılan lumpektomiyadan sonra defektin bərpasıdır. Bu da skematik, yəni təcrübəmiz bu barədə yəni bir qədər azdır, amma çox istəyirik ki, biraz genişləndirək xəstə kontingentini bu flaplərlə. Və nəhayət chest wall perforator flapların yaxşı estetik nəticə ilə hətta böyük defektləri bərpa etmək üçün etibarlı və təhlükəsiz üsuldur. Volume displacement texnikası ilə müqayisədə süd vəzinin simmetrizasiyasına və digər korreksiya edici əməliyyatlara ehtiyac azalır. Flaplər daha yaxşı estetik nəticələr təqdim etməklə bərabər bəzi hallarda mastektomiyadan
yəni qaçmaq üçün bir üsul kimi üzə çıxır. Daha kiçik ölçülü süd vəzlərdə tam rekonstruksiya üçün xidmət edə bilər. Kiçik və orta qeyri-putativ süd vəzləri pasientləri üçün bu tip əməliyyatlar, yəni əməliyyatlar üçün ideal namizədlərdir. Yekunda demək istəyirəm ki, bütün təklif olunmuş konsepsiyalar həyata keçirərkən onkoloji aspektlərə xələl gətirmədən estetik nəticələrə diqqət yetirilməlidir. Yəni, yenə də unutmamalıyıq ki, biz onkoloqlarıq və ilk növbədə biz onkoloji ehtiyatlığı təmin etməliyik. Nəinki qısa müddətli bir periodda, hətta uzun müddətli bir periodda, yəni xəstə bu əməliyyatlara girdikdə daha çətin, geniş vaxt aparan əməliyyatlardır. Xəstə və biz onkoloqlar əmin olmalıyıq ki, gələcəkdə də əməliyyatımızın bu və ya digər problemlərinə görə xəstə bir problem yaşamayacaqdır. Və digər tərəfdən cərrahi müdaxilənin seçimində pasientlərin optimal funksional və estetik nəticələrə nail olmaq üçün mütləq fərdi yanaşma prinsipləri üstün tutulmalıdır. Çox sağ olun diqqətinizə görə. Bağlamalar bu. İnsanlar sual olacak. Kişisel tecrübelerimiz var. Bir grafik sonrasında erken dönemler iskemiye bağlı gördüğünüz zaman bazen gözlemeye mesela görürsünüz yoksa radikal devir konu mesela görürsünüz. Bir de sigareti bırakmayan, sigara bırakmayan hastelere mesela anlayabilirsiniz. Sözün açığı nipple grafting texnikasını mən çox sevirəm. Nəyə görə? Çünki böyük ölçülü süd vəzlərdə özünü çox doldurur. Bu texnikanın yeganə bir mənfi cəhəti odur ki, dilə yaslaşır və gələcəkdə biz bir qədər dilənin estetikasını itiririk. Amma onun da özünüz bilirsiniz ki, bərpa yolları var. Qaldı ki, nikroza açıq deyim, mən nikroz yaşamamışam. Yaşasam da bir kənar nikroz olur. Ola bilər, çox geniş istifadə etmirəm. Yəni, xəstə kontingenti geniş deyil. Amma yəni, bacardığım qədər istifadə edirəm nipple graftingdə və yaxşı nəticə alıram. Hətta, üzr istəyirəm, giləyə yaxın olan şişlərdə mənim fikrimcə bu çox təhlükəsiz bir manipulyasiyadır. Çünki biz demək olar ki, bir epidermis qalır da bizim əlimizdə. Qalan hissələr tam gedir və yenə də təbii olaraq əməliyyat vaxtı kənar və nipple arxası induksiyanı mütləq edirik. Yəni, belə ikinci sualcı sözünü açıq başa sözün açığı sonuncu konferanslarda, yəni biz bundan bilmirik necə mübarizə aparaq, nəyə görə? Çünki son zamanlar bizim qadınlarımız sağ olsun çox siqaret çəkirlər və bizim cəmiyyətin incəlikləri ondan ibarətdir ki, həm çəkirlər, həm gizlədirlər bunu. Ətrafdan da, həkimdən də və s. Və əməliyyatdan sonra biz bunu aydın edirik ki, bu insan siqaret çəkir və s. Son konferanslarda yəqin siz də görmüsünüz, qanda nikotinin səviyyəsini aşkarlamaqla biz artıq bu yanlış xəstələri də çıxartmaq etmirlər, qəti surətdə etmirlər. Çünki sağalmaq da, yəni bu qədər əziyyət çəkir xəstə də, cərrah da. Bir dənə bax bu məqama görə, yəni pasient seçimi çox önəmlidir. Buyurun. Başka. Tamam. Teşekkür ederim. Çok sağ olun.